Salam, axşamınız xeyir, bir daha xoş gördük sizi. Bugün sizlərlə bir neçə imtahandır ki, qəbulların axtarılan sualı. İndiyə qədər bir çox tələbənin qəbulda yaza bilmədiyi, variant atdığı, burada verilən ölkənin harda olduğu soruşulan, misal səhvdimi? Hər dəfəsində bir ölkə düşür, birində İrlandiya, birində Bangladeş. Niyə o ölkələrin adı burada verilməyib? Kimi suallar verilən, həmin o suala baxırıq. Bəli, gördüyünüz bu hissə hamar ağac diaqramıdır. Bu sualı qeyd edeyim ki, iyul ayından bəri keçirilən dövlət qulunun qəbulunda var. İyulda da vardı, sentyabrda da vardı. Təbii ki, biri ola bilər bu sualı tələbələrə izah eləsək daha yaxşı anlayar. En azından növbəti imtahanlar bəlkə yanaşma tərzi eləyər. Demək, burada bizim üçün iki əsas nüans var. Onlardan biri nədir? Ümumi daxili məhsul var, ümumi daxili borc var. Diaqramda təbii ki, hər bir şey verib və verilən hissədə bu gördüyünüz nisbət faizlə deməkdir. Ümumi dövlət borcu, ümumi deməyə nisbətən faizlə. Bu misalı anlamaq üçün birincisi gəlin başa salaq. Sadə bir şeylə ki, daxili məhsul nədir, daxili borc nədir? Məsələn, mənim bir aylıq dövriyyəm 100 manatdır. Və məsələn, mənim də borcum var 37 manat. Mənim borcumun ümumi məbləğimə olan nisbəti bu diaqramda verilir. Məsələn, 37 manat borcum varsa, bu olan borc mənim ümumi məbləğimin hansı hissəsidir? 37%. Yəni burada verib məsələn Hindistan 83%. Yəni bu o deməkdir ki, Hindistanın dövriyyəsi 100 milyard dollardırsa, onun 83% nədir? Ümumdaxili ümum dövlət borcudur. Bəs yaxşı müəllim, burada məbləğlər verilməyib, İrlandiya nədir? Niyə Omandan 5 dəfə çoxdur və s. Mən bunu bir neçə gündür bizim qruplarda bəzi uşaqlara vermişəm. Həqiqətən, yəni o deyir, dişi ilə, dırnağı ilə bunu heç nəymiş kimi həll edən uşaqlar var. Və mən onlara afərin deyirəm, imtahanda olarkən də. Bu sırf riyazi bilikdə tələb edir, misalın özü. Birincisi yazı bir İrlandiyanın ÜDM dostlar. Birincisi hər bir ölkənin ÜDM-sini tapasınız. Və ÜDM-lər tapılandan sonra ÜDB-lər, dövlət borcunu tapasınız həmin hissədə, nisbət eləyəsiniz. Günorta qrupda eləyəndə bunu yalnız 4 nəfər tapa bilmişdi. Digər 30 nəfər uşaq belə yenə baxdı. Çünki çoxsu faiz bilmədiyinə görə və yaxud da ki, hələ o dərslərə çatmadığına görə sadəcə imtahan sualı da göstərdim. Bu qrupda da göstərirəm bunu. Bax dostlar, İrlandiyanın ümumi dövlət borcu Omanın 5 dəfə, amma ÜDB başqa şeydir. ÜDB-si ÜDB-dən 14,3 dəfə çoxdur. Omanın ümumi daxili məhsulu isə Azərbaycanın ümumi daxili məhsulundan 1,5 dəfə çoxdur. Rəqəm də qoyub eləyə bilərsiniz. İstəsəniz bəziləri X-lə qoyub eləmişdi misalı. Bəs yaxşı müəllim, mən nətər eləyim ki, bunu yazım? Birinci dostlar, İrlandiyanın ümumdaxili məhsulu Omanın ümumdaxili məhsulundan 5 dəfə çoxdur. Oman da kimdən çoxdur? Azərbaycandan. Yəni İrlandiya bərabərdir 5 Omana. Omanın özü nəyə bərabərdir? Omanın özü təkcə də bərabərdir. 1,5 Azərbaycana. Və yaxud da ki, bu özü bərabərdir 7,5 dəfə Azərbaycan. Yəni İrlandiyanın ümumi daxili məhsulu 5 dəfə Omandan çoxdursa, 7,5 dəfə də kimdən çoxdur? Azərbaycandan. 5-ə və 7,5-ə bölünən bir ədəd seçə bilərsiniz. Niyə 5 və 7,5 deyirəm? Özdə bu arada bilirəm sual yarana bilər ki, 1,5 hardan aldım müəllim? Bu Omanın dostlar qiymətidir. Gətirib bura qoysanız nə olur? 5-ə vursanız 1,5, 7,5. Belə uzun uzad danışmamda da məqsəd odur ki, misal izah eləyib istəmirəm də bəziləriniz bu nətər oldu deyəsiniz. Yəni hiss izah edirəm ki, başa düşəsiniz, ən azından növbəti səfər yeni qəbulda rastlaşsanız, rahat yazasınız. Ey müəllim, bəs yaxşı, mən bunu yazıram səcər. İndi bu hissəni yazmışam, okey. Sonra nə edeyim? Baxsaq bu hissədə, mən bu misal eləyəndə mənim özüm üçün də rahat olsun deyə 5-ə 7,5-ə bölünəndə adam var fikirləşir 75 götürürüm, adam var fikirləşir 750. Mənim özüm üçün rahat olan rəqəm 1500-dür. Elə bir İrlandiyanın ümumi daxili məhsulu 1500 manatdır. Bu 1500-dürsə,
Omanın müdaxili məhsulu nə qədərdir? 300 manat. Azərbaycanın müdaxili məhsulu nə qədərdir? 200 manat. 1500 300-dən 5 dəfə çoxdur, 300-də 200-dən 1.5 dəfə. İndi söhbət nədən gedir? Deyirik, İrlandiyanın ümumi borcu Azərbaycanınkindən 14,3 dəfə çoxdur. Azərbaycanın ümumi məhsulunu tapmışam. İndi nəyə tapa bilərəm Azərbaycan? Ümumi borcunu, ümumi dövlət borcunu. Azərbaycanın ümumi dövlət borcu da dostlar 21,8-dir. Həmin 200-ün, bu arada bu faizləndir, görürsünüz yazıb. Tapıram diaqramda hansı ölkəni ki verməyib, Azərbaycanı tapıb İrlandiyanı tapacağım. Vuracam 20 1,8-ə bölürəm 100-ə. Yəni neçə faiz edir bu da bizim üçün? 43,6. Yəni Azərbaycanın ümumi dövlət borcu bu götürdüyüm xəyali rəqəmlərə əsasən nə qədər çıxmış oldu? 200-ün. Yəni nə qədərdir? 43,6 qiymətdir. Həmin o 43,6-nı da mən indi İrlandiyanın ümumi borcunu tapmaq istəyirəmsə vururam 14,43-dən onda altında. Vururam 14,3-ə. Bu da mənim üçün bərabərdir. 623 623 %48. Yəni deməli belə çıxır ki, İrlandiyanın ümumi borcu məbləğ olaraq 623 %48-dir. Və verilən misalda deyirin tap görüm İrlandiyanın ümumdövlət borcu ümumdaxili məhsul neçə faiz? 628-dir. 28 də deyirəm. 23,5 yuvaraqlaşdırdım özüm üçün. 0,2 misal üçün o qədər təsirlənmir. Bölürəm 1500-ə. Vururam 100-ə. Və bu da mənim üçün alınır. 41 tam. Vergül 500 neçəsi. Onu da yuvarlaqlaşdırsam alınır 42. Bununla bağlı mən bir dəfə də izah verəcəm. Bir neçə dənə sual. Digər qəbul sualını da sizə göstərirəm. Onu da burada istəsəz yaza bilərsiniz. Aşağıya qoyacağım variant seçməyiniz üçün. Biraz misal uzundur. Bu misalın həlli belə idi. Bilirəm, ilk baxanda biraz çətin görsənir. Bu kimi misalları işləməyən uşaqlar üçün ümumiyyətlə bu nədir deyə düşünülür. Amma mən sizə belə bir reallıq söyleyeyim ki, bu verilən komandaları etsəz və bir balaca riyazi təkanınız olsa, sizin inandıram ki, siz bu misalı eləyə bilərsiniz. Növbəti misal isə bu gördüyünüz 16-cı misaldır.